Bu gün nə bişirsəm deyə düşünürsünüzsə, bu yeməyi mütləq hazırlayın. Həm dadlıdır, həm də ki, çox asandır. İlk öncə ərzaqları doğramaqla başlayıram. Soğanları gördüyünüz bu şəkildə xırda-xırda doğradıqdan sonra yer kökləri belə uzun-uzun doğrayıram. Sonra isə kartofları biraz böyük olmaqla kub-kub doğrayıram. Keçirəm fileni doğrayıram. Mən 3 ədəd filedən istifadə etdim. Gördüyünüz bu şəkildə fileləri də kub-kub doğrayıram. Yeməyi bişirəcəyim qazanın içərisinə biraz yağ əlavə etmişəm. İçərisinə doğradığım soğanları əlavə edib və soğanların yumşalmasını gözləyirəm. Soğanlar belə yumşaldıqdan sonra içərisinə yer kökü əlavə edib biraz qovururam. Qapağını örtüb biraz gözlədirəm yumşalana qədər yer kökülər. Sonra içərisinə 1 çay qaşığı biber pastası əlavə edib, qış üçün hazırladığım pomidor tutmasından da içərisinə əlavə edirəm 1 fincan. Sonra içərisinə doğradığım fileni əlavə edirəm, biraz qarışdırıram. İçərisinə zövqə görə ədviyyat əlavə edirəm, paprika, sarı kök, qara istiot, duz. Doğradığım kartofları da içərisinə əlavə edib qarışdırıram. Sonra üzərini keçəcək qədər su əlavə edib bişməyə qoyuram. Əgər varsa suyun əvəzinə ət bulyonu da istifadə edə bilərsiniz. Yeməyin suyu biraz quruduqdan sonra, ət və kartof bişdikdən sonra artıq yeməyi servis edirəm. Üzərinə doğradığım kişnişi də əlavə edirəm. Çox dadlı olur bu yemək, siz də mütləq hazırlayın. Belə bu günlük də məndən bu qədər olsun. Əgər videomu bəyəndinizsə, bəyən düyməsinə basmağı, dostlarınızla paylaşmağı, abunə olmağı unutmazsanız çox sevinərəm. Yeni video reseptlərlə görüşmək üzrə inşallah. Sağlıqla qalın.